Salam uşaqlar, bugün 28 dekabrda keçirilən OTQ deməli sınaq imtahanıdır və burada 56-cı sualdır. 56-cı sualda yazılıb ki, составьте текст. Mətni deməli biz qurmalıyıq. Символы имеют очень древнюю историю. Так, birinci budur. Сегодня этому символу уже более 500 лет. Он существовал еще у древних римлян. Его использовали для обозначения цены товара. Deməli, E variantı burada düzdür. Dəlşə, 57. В скольких словах букв больше, чем звуков? Hərf çox olmalıdır səsə baxanda. Məsələn, ayvada biz görürük ki, 4 və 4. Yolkada burada 4 hərfdirsə, yo hərfi burada yətirvənə və 2 səs verir. Ona görə də burada 5 olacaq. Metel sözündə bizdə 6 hərfdirsə və 5 mərkəz znak çünki səs vermir. Ona görə də 5'dir səs. Samolyotda elə 7 və 7, eski sözündə bizdə 5 və 5 olur. İyul sözündə bizdə 4 hərfdirsə, amma 4 də bizdə səs. Niyə? Çünki mərkəz znak düşür, amma yu hərfi bilirik ki 2 səs verir və mərkəz znakın yerini tutur. Ona görə də o şəkildə 4 və 4 olur. Armiya sözündə 5 hərfdirsə 6 səsdir. 5 və 6 burada düzdür. Palto sözündə əlbəttə ki burada 6 hərfdirsə və mərkəz znak düşür. Burada 6 və 5. Deməli, burada neçə sözdə bizdə hərf çoxdur səsə baxanda. Baxırıqsa, deməli, bizdə metel 6 və 5, düzdürmü? Metel sözü və palto sözü götürə bilərik də. Başqası çünki uyğun gəlmir. Deməli, D2-də. D2. Dəlşə. Так, 58-ci sualımızdır. Только во множественном числе употребляется. Ancaq cəmdə olan sözlər istəyirlər. Həmişə cəmdə olan. Только во множественном, yəni onun tək halı yəni yoxdur. Məsələn, tutaq ki, C variantına baxsaq, дрожжи, bəli, burada cəmdədir. Kniги, amma tək halda kniga ola bilər. Düzdürmü? Ona görə bu düz deyil. Деньги, bəli, burada cəmdə tетрадь ola bilər. Ona görə bu da gedir. Burada собака tək halda ola bilər. Яблоко ola bilər. Ona görə burada da gedir. Bax, A variantı будни, sливки deyə biz götürə bilərik. Дальше, bizdə 59-cu sualımızda 59'da дополните диалог. Burada dialogtu necə olmalıdır? Меня не было в городе, я был в Щеке. Рад тебя видеть, где ты был? Burada 4'tü, правильно. Меня не было в городе, я был в Щеке. Sonra, как ты отдохнул? Я отлично провел время в этом городе. 4 və 2'dirsə bu D variantıdır. Дальше, 60-cı sual. Укажите слова с отрицательным значением. Отрицательный, mənfi mənada verilən hansıdır? Əlbəttə ki, грубый, ленивый sözləridir. D variantıdır. Дальше. Так. Дальше bizdə 61'də. Хорошо. 61-ci sualımızda определите синонимы. Burada sinonimi tapmalıyıq. Deməli, враг, противник. Burada D variantıdır. В переносном значении употреблено выделенное слово в словосочетании. Золотые руки. Qızıl əllər burada məcazi mənada verilibdir. 63'də укажите правильный ответ. Мой друг часто бывает на моих репетициях. Дальше. Поэт в своем стихотворении воспевает красоту природы. Burada уже C variantı, onda düzdür. Дальше 64'də. 64'də выберите правильный ответ. На вопросы журналистов ученые ответили. Так, jurnalistlərin suallarına deməli alimlər cavab veriblər və nə vaxt deyə soruşurdan atvetili. Deməli, burada bir neçə söz var ki, hansı ki biz tamamlaya bilərik. Məsələn, на вопросы журналистов ученые ответили
do konferansı, konferansa başlamamış, na konferansı, konferansiyada ve после konferansı, konferansiyadan sonra. Deməli 2, 3 ve 6'dır. Bu düzgün cavabdır. Dальше. Какое слово объяснено неверно? Deməli izahı düzgün verilmir. Əlbəttə ki, botanika sözü görürsünüz də. Botanika вообще nədir? Biologiyanın razdelidir da. Yəni burada о растениях da, nauka о растениях. Burada животное deyə yazıbdır. Bitkilərdən. Botanika bitkiler elmidir. Ona göre biz B variantı burada seçirik. Дальше. 66 вопрос. 66 вопрос. Укажите правильный ответ. Уголь, газ и нефть – это важнейшие источники энергии. Deməli, C variantı burada düzdür. 67. Со словом язык не употребляется. Əlbəttə, язык незнакомый, иностранный, сложный, родной ola bilər, amma тесный yox. 68. Определите верный ответ. Deməli, burada da düzgün əvəzlikləri də yazmalıyıq. У тебя есть толковый словарь? Это твоя подруга? Как ее зовут? Мы встретили твоего брата около того кинотеатра. Deməli, C variantı burada uyğundur. Дальше. 69. Укажите антонимы. Antonimləri letni və əlbəttə ki, burada zimni olacaq. Çünki əks mənal. Холодный и теплый olacaq. Deməli 69'da onda 1C, 2A, D variantıdır. Дальше. К женскому и среднему роду, соответственно, относится существительное. Uşaqlar, deməli bizdə qadın cinsində və orta cinsdə olan sözlər istəyirlər. Gəlin baxaq, смотрите. Plamya sözündə mə ilə bitir və bu orta cinsə aiddir də, bilirik ki. Bizdə orta cinsə mə ilə bitən, deməli elə istisnalar var. Дальше. Burada уже bu gəlmir, çünki birinci женский rodda olmalıdır. İmя. Mə ilə bitir, burada средний rodda. İdeя. Моя идея. Это уже женский rod. Мое племя. Bu da mə ilə bitir, burada средний rod. Deməli, burada E variantıdır. Düz variant. Дальше. Дальше. Так. 70'de. Ve 71'de. Определите верный ответ. Burada da sonluqları. Moroz, morozы olacaq da, burada z yazılır. Sonra гриб, грибы, снег, снега, огород, огороды, например. Ona göre de bizdə burada E variantı uyğundur. Правильно? Мороз. Так, сейчас посмотрим. Гриб. З, Б, Г, В, Д. Правильно, Е. Так, дальше. Çünkü burada biraz hərfləri grip, sneg. Aha. E variant düzdür. Deyəsən, bax bu. Elə yaxşı görüm, amma deyəsən bu Z hərfidir. Z, B, G və D. Deməli, E variantıdır. Dəlşi. Tak, indi gəlin mətni oxuyaq. Mən tərcümə edim. Ondan sonra o biri suallara cavab verərik. Çünki mətnə görədir. Planeta Земля удивительно загадочна и прекрасна. Deyir ki, yer planeti təəccüblü, sirli və gözəldir. Она полна уникальных природных явлений. Уникал табиат hadisələrlə doludur. Природа нашей планеты радует нас красивыми восходами, закатами, осенними красками, зимними пейзажами, звездным небом. Deyir ki, planetimiz təbiəti bizə gözəl günəş doğuşları və batışlar, payız rənglərini, qış mənzərəli ulduzlu səmanı bəxş edir. Наблюдать необычные природные явления можно в разных местах Земли. Qeyri-adi təbiət hadisələri yerin müxtəlif yerlərində müşahidə etmək olar. Например, полярное сияние можно увидеть с территории стран северного полушария. Deyir, məsələn, qütb şəfəqini şimal yarımkürəsindəki ölkələrin ərazisindən görmək olar. Впервые северное сияние увидели скандинавские народы. Qütb şəfəqini ilk dəfə skandinav xalqları görmüşdür. Однако
Они подумали, что это сердятся боги. Onlar bunun qəzəblənmiş bir tanrı olduğunu düşünmüşdülər. Так, дальше. Так, ага. Однако это природное явление объясняется просто. Оно имеет электрическое происхождение. Və deyir ki, lakin bu təbiət hadisəsi sadə şəkildə izah olunur. Onun elektrik mənşəyi var. Когда миллионы заряженных частиц сталкиваются с молекулами воздуха, появляется свет. Deyir ki, milyonlarla yüklü zərrəcik hava molekulları ilə toqquşanda işıq yaranır. Благодаря кислороду этот свет отражается в желтом, зеленом, красном цветах. Deməli, oksigen sayəsində bu işıq sarı, yaşıl və qırmızı rənglərdə əks olunur. Синие, фиолетовые цвета образуются с помощью азота. Mavi və bənövşəyi rənglər azot vasitəsilə əmələ gəlir. Еще одно удивительное природное явление – это радуга. Digər bir təəccüblü təbiət hadisəsi göy qurşağıdır. Ее можно увидеть сразу после дождя, когда солнечный свет отражается в капельках воды. Onu yağışdan dərhal sonra günəş işığının su damcılarında əks olduğu zaman deməli görmək olar. Свет меняется и получается радуга из 7 таких цветов, как красный, оранжевый, желтый, зеленый, голубой, синий, фиолетовый. Və deyir ki, işıq dəyişir və qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi 7 rəngdən ibarət bir göy qurşağı alınır. Радуга иногда бывает двойной, göy qurşağı bəzən 2 qat olur. Дальше. Жители Земли очень часто могут наблюдать удивительное космическое явление – meteorный дождь. Deyir ki, yer sakinləri çox tez təəccüblü bir kosmik yəni yer sakinləri çox tez təəccüblü bir kosmik hadisənin də meteor yağışını müşahidə edə bilərlər. Иногда на небе можно увидеть множество свечащихся точек, которые летят сверху вниз к нашей планете. Bəzən səmada yuxarıdan aşağı planetimizə doğru uçan çox sayılı işıqlı nöqtələr görə bilərik. Эти точки похожи на маленькие звезды. Bu nöqtələr kiçik ulduzlara bənzəyir. Во время полета они оставляют за собой след. Deməli, bu nöqtələr belə deyək də uçuş zamanı onun arxalarında bir iz buraxırlar. Точки не долетают до Земли и сгорают в атмосфере. Nöqtələr yerə çatmadan atmosferdə yanır. Və indi 72-ci sual belədir. Где можно увидеть полярное сияние? Əlbəttə ki, полярное сияние мы можем увидеть где? На территории стран северного полушария deyə biz E variantını seçirik. Düzdürmü? Dальше. 73-cü. Суал. Какие утверждения не соответствуют? Yani düzgün değil. Природа Земли радует нас только зимними красками deyir. Ama burada yazılıb ki, природа нашей планеты радует нас красивыми восходами, закатами, осенними красками, зимними пейзажами, звездным небом. Так, 74'te. Так, определите основную мысль tekstə. Əsas ideya nədən söhbət gedir? Əlbəttə ki, unikallığından da bizim planetimizin, уникальная природа нашей планеты прекрасна и загадочна. D вариантыdır. Дальше 75. Дополните предложение информации из текста. Во время метеорного дождя, meteor yağış zamanında ne olur? Onu yazmalıyıq burada. Əlbəttə ki, на небе можно увидеть свечащие точки deyə D вариантını seçirik. Дальше. Так, 76. Напишите из первого абзаца текста синоним слова «возникает». Не образуется, а можем мы написать «появляется». Появляется. Дальше вы пишите из второго абзаца текста слова, которое означает атмосферные осадки в виде водяных капель. Это дождь, правильно. Дальше. Так, дальше. 78'de uşaqlar, burada уже özümüzdən yazmalıyıq. Ответьте на вопрос, выразив свое мнение не менее чем в 3 предложениях. Нравится ли вам зимнее время года? Yani qış xoşunuza gəlirsə onu yazmalıyıq. Və 79'da дополните предложение информации из текста, заменив в ответе не менее 2 слов. Очень часто жители нашей планеты могут что сделать? Orada yazılmıştı ki, жители Земли очень часто могут наблюдать удивительное космическое явление, meteorный дождь. Biz də burada heç olmasa bir neçə sözü
özümüzdən yazmalıyıq da, özümüz dəyişib yazmalıyıq. Məsələn, yaza bilərik ki, очень часто жители нашей планеты могут наслаждаться космическим зрелищем, звездопадом. Например, bu şəkildə də yaza bilərik də, yəni meteoritный дождь, da, meteorный дождь, onu звездопад kimi də yaza bilərik ya bu şəkildə. İndi onları tam mən 78-i və 79-u şərh bölməsində yazacağım. 80-ci sualı niyə işləmirəm? Çünki dinləmə burada yoxdur deyə tapmamışam. Onlara mən yəni heç nə deyə bilmərəm. Belə sağ olun, görüşərik.